Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu qavli. Allahumme allimna ma yenfa'una ve fa'na bima allamtana ve zidna ilme ve ba'd. Əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatı barədə yazılmış Əllu'lul Məknun fi Siratin Nəbiyyil Mə'mun, yəni əmanətkar Peyğəmbərin həyatında gizlədilmiş İnci kitabının tədrisinə davam edirik. Və biz keçən dərsimizdə Rasulullah sallallahu aleyhi və səlləmin babası Abdülmuttalibin həyatında baş vermiş önəmli tarixi hadisələr barədə danışdıq. Xatırlayırsınızsa, yəni Zəmzəm quyusunun qazılması, övladlarından birini nəzir deməsi, həmçinin fil hadisəsi, bunları keçən dərsimizdə götürdük. Və sonra şeyx gətirir ki, bundan sonra artıq Peyğəmbər sallallahu əleyhi və səlləm babalarından ən birinci Həşimlə başlamışdı. Onunla bağlı məsələlərdən danışdı. Sonra Abdülmuttalibdən, sonra isə keçir Rasulullah sallallahu əleyhi və səlləmin atasına. Və bu dərsdə isə ilk öncə Peyğəmbər sallallahu əleyhi və səlləmin atası Abdullah bin Abdülmuttalibin evlənməsindən danışır. Və buyurur ki, o 25 yaşına çatanda artıq atası Abdülmuttalib onu evləndirmək istəyir. Və o gözəl, yaraşıqlı, boylu, buxunlu, gənc bir oğlan idi. Və onu Məkkənin şərəfli ailələrindən olan, Abdümənaf oğlanlarından olan Vahb ibn Abdümənafin qızı Əminə ilə evləndirdi. Xatırlayırsanızsa, Peyğəmbər sallallahu aleyhi və səlləmin babalarını biz keçəndə Abdümənaf oğlanları da Rasulullah sallallahu aleyhi və səlləmin babalarından idi. Yəni, Rasulullah sallallahu aleyhi və səlləmin atası ilə anası, yəni Abdümənafda bir araya gəlir. 5-ci babada birləşirdi. Yəni, hər ikisi Qureyşdən şərəfli bir nəsildən idi. Daha doğrusu Abdümənafda deyil, Vahb ibn Abdümənaf ibn Zuhra ibn Kiləb ibn Murra. Kiləb ibn Murra da Rasulullah s.ə.v-in atası Abdullahla anası Əminə birləşirlər. Və həmin vaxtı, o evlənən vaxtı Məkkə Qureyş qadınlarının həm nəsəb tərəfdən, həm şərəf tərəfdən ən üstünü olan qadını Əminə idi. Və onun atası da Bəni Zuhra qəbiləsinin ağası idi, böyüyü idi. Və bu evlilik baş tutur və Abdullah Məkkədə Əminə ilə evlənir. Və hər ikisi ən iki şərəfli insanın toyu baş verir. Və bundan sonra, bu evlilikdən az müddət sonra Abdullah ticarət karvanı ilə Şama doğru getməli olur. Çünki biz keçən söhbətlərimizdə də demişdik ki, Məkkə əhlinin əsas qazanc yeri ticarət idi. Çünki Məkkədə hər hansı əkin, biçin yox idi. Və Abdullah ibn Abdülmuttalib Şama ticarət üçün çıxır, Qureyşlilərlə bərabər Şama çıxır və ticarətlərini bitirdikdən sonra geri dönəndə Mədinə üzərindən dönürlər. Və Mədinəyə çatanda Abdullah xəstələnir. Və qafilə yoldaşlarına deyir ki, mənim artıq sizinlə dönməyim çətinləşir. Mən bir müddət burada dayılarımın yanında qalacam. Dayıları dedikdə öz dayılarını qəsd etmir. Kimi qəsd edir? Atası Abdülmuttalibin dayıları. Xatırlayırsınızsa biz dedik ki, Həşim, yəni Abdülmuttalibin atası Mədinədə gəlib evlənmişdi. Bəni Nəccardan evlənmişdi və yəni Abdülmuttalib də Mədinədə doğulmuşdu. Yəni Abdullahın atası Abdülmuttalib də orada doğulmuşdu, dayılarının yanında. Dolayısıyla yəni atasının dayılarını qəsd edir. Onların yanında qalmağı düşünür və onunla bərabər qafilə yoldaşları Məkkəyə dönürlər. Və o da Məkkəyə döndükdə Abdülmuttalib onlardan Abdullahı soruşduqda onlar deyirlər ki, Abdullah xəstələndi və Mədinədə dayılarının yanında qalmağı seçdi. Sağalana qədər orada qalmağı seçdi. Və bunu eşidəndə Abdülmuttalib həmən
oğlu, ən böyük oğlu Hərisi Mədinəyə göndərir. Abdullahı gətirmək üçün Mədinəyə göndərir. Lakin çatdığı zaman görür ki, artıq Abdullah həyatda deyil, vəfat edib. Və Adi ibn Nəccarın diyarında, onların torpaqlarında da, öz dayılarına aid olan torpaqlarda da dəfn olunub. Və bundan təbii ki, Abdülmuttalibin özü, oğlu Həris və digər övladları çox hüzün çəkirlər. Çünki biz xatırlayırsınızsa, keçən dərsimizdə də demişdik ki, Abdülmuttalibin ən sevimli oğlu, ona ən sevimli olanı Abdullah idi. Hətta o demişdi ki, Səhm, o püşk atanda, oğlunu qurban deyəndə, kaş ki, kimə əgər oğlum Abdullaha çıxmazsa sevinərəm. Yəni, o dərəcədə onu çox sevirdi. Və beləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm yetim olaraq doğulur. Yəni, Abdullahın vəfatından bir müddət sonra Rasulullah sallallahu aleyhi və səlləm doğulur. Yəni, o vəfat etdiyi zaman Əminə Rasulullah sallallahu aleyhi və səlləmə hamilə idi. Təxminən 2 aylıq hamilə idi və bəzi rivayətdə gəlir ki, 5 aylıq müxtəlif rivayətlər var. Racih görüş odur ki, yəni o hamilə idi. Yəni bəzilər düzdür, bəzi sirə barədə yazanlar deyir ki, o vəfat etdiyi zaman düzdür, atasını görməsə də artıq Rasulullah sallallahu aleyhi və səlləm doğulmuşdu. Amma doğru görüş dediyimiz kimi odur ki, o Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat etdiyi, doğulduğu zaman atası artıq vəfat etdi. Vəfat etmişdi, həyatda deyildi. Və vəfat etdiyi zaman o 25 yaşında idi təxminən. 25 yaşında o vəfat edir. Və ən güclü rəy də bu məsələdə odur. Və onun bütün tərk etdiyi miras, Abdullahın tərk etdiyi miras 5 dəvə, balaca bir sürü heyvan, qoyunlar, bir də Həbəşi bir cariyə. O Həbəşi cariyənin öz adı Bərəkə idi və onun əsasən sahabələr arasında kim deyər, necə adlandırılırdı? Hansı ki, Rasulullah sallallahu aleyhi ve səlləmin dayəsi sayılırdı. Rasulullah sallallahu aleyhi ve səlləm dayəsinin adını bilən var mı? Ümmü Eymən. Hansı ki, Rasulullah sallallahu aleyhi ve səlləmi o dayəlik edir, atasından qalan o cariyə və Rasulullah sallallahu aleyhi ve sellem böyüdüyü zaman həmən onu köləlikdən azad edir. Artıq Rasulullah sallallahu aleyhi ve sellem rəşid yaşa çatdıqdan sonra onu azad edir və İslamı ilk qəbul etmiş sahabələrdəndir. Ən əvvəldən qəbul etmiş sahabələrdəndir. 2 hicrət sahibidir. Ümmü Eymən radiyallahu anhə həm Həbəşistana hicrət edib, həm Mədinəyə hicrət etmiş sahabə qadınlardandır. Və Ümmü Eymən radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellem kiminlə evləndirir? O azad etdiyi, yaxud oğulluğa götürdüyü Zeyd ibn Hərisə ilə onu evləndirir və o evlilikdən də Usama radiyallahu anhə, Usama bin Zeyd radiyallahu anhə doğulur. Həmən Usamənin anası Ümmü Eymən radiyallahu anhə olur. O gələcək inşallah, o gələcək dərslərdə hətta o məsələdə bəziləri ittiham edirlər. Yəni, çünki Zeyd ibn Hərisə radiyallahu anh ağ bəniz olur, amma Usamə qara dərli olur. Hətta bəziləri Usaməni yəni ki, bu şeydə ittiham edirlər. Anası lakin Həbəşi bir qadın olur. Yəni, Ümmü Eymən radiyallahu anh. Və bu da Peyğəmbər sallallahu aleyhi ve sellem'i çox üzür. Çünki ən sevdiyi insanlar idi. Zeyd də, oğlu Usamə də. Və bir gün o nəsəb tanıyan insanlar var. Bugünə qədər də Səudiyyə Ərəbistanında mövcuddular. Beləncə insanlarla mövcuddur. 2 nəfəri belə baxır, heç üzə baxmaqla dəqiq deyirlər. Hətta ayağa baxmaqla deyil ki, bu ayaqlar bir-birindən, bu bunun oğludur. Allah Azze və Celle onlara elə yetənək verib. Məsələn, hər hansı bir yerdən, bir izdən keçəndə buradan dəvən saat neçədə keçib ona qədər xəbər verə bilirlər. Dəvənin hansı dişi tökülüb ona qədər sənə deyirlər. Yəni, o insanlar bu qədər, o nəsil bu yerə qədər də var. Dövlət təbii ki, o nəsildən olanları təhlükəsizlik məsələlərində istifadə edir. Yəni, onları o vəzifələri, yəni təhlükəsizlik orqanlarında demək ki, o nəslin nümayəndələri, çoxluqla o nəslin nümayəndələri işləyir.
Yəni bu Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında da var idi. Və belə birisi Mədinəyə gəldikdə Rasulullah sallallahu əleyhi və səlləm ikisini də uzadır. Bir həmin oradan sahabə olur bir nəfər. Rasulullah sallallahu əleyhi və səlləm ikisini də Usaməni də uzadır, Zeydi də və üzlərini örtür, ayaqlarını isə açıq qoyur. Həmin kişi içəri gələndə deyir bu ayaqları bir-birindəndir. Peyğəmbər sallallahu əleyhi və səlləm çox sevinir. Hətta sevinə-sevinə Ayşə radiyallahu anha yanına daxil olur ki, xəbərin varmı? Necə bir söz dedi həmin insan? Dedi ki, yəni bu ayaqlar bir-birindəndir. Yəni o ittiham bir növ aradan götürüldü. Rasulullah sallallahu əleyhi və səlləm buna çox sevinir. Şahid olan yeri nədir buradan? Yəni Ümmü Eymən Abdullahın oğlu Peyğəmbər sallallahu əleyhi və səlləmə buraxdığı mirasın arasında idi. Sonra da dediyimiz kimi Rasulullah sallallahu əleyhi və səlləm onu azad etdi. Və fil ilində, həmin ildə, hansı ki fil hadisəsinin baş verdiyi ildə, yəni əksər tarixçilərin görüşünə görə bu miladi təqvimlə 571-ci ildə baş verib. 571-ci ilin, yəni fil ilində Rabiul Əvvəl ayının, yəni hicri təqvimi ilə ayların üçüncüsü sayılır. Rabiul Əvvəl ayının həftənin birinci günü Rasulullah sallallahu aleyhi ve sellem dünyaya göz açır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin ayın hansı günündə doğulduğu barədə dərin bir ixtilaf var. Bəziləri ayın 12-si, bəziləri ayın 17-si, hətta bəziləri başqa aylarda doğulduğunu deyirlər. İxtilaf var. Və şeyx burada tərcih edir ki, ehtimal odur ki, 12-ci günündə, Rabiul Əvvəl ayının 12-ci gündə doğulduğu rəyi şeyx orayı daha üstün görür. Yəni bu məsələdə dərin ixtilaf var. Lakin vəfat günündə isə ixtilaf yoxdur ki, Rasulullah sallallahu əleyhi və səlləm Rabiul Əvvəl ayının 12-ci günündə də vəfat etmişdir. Doğum günündə də əgər hətta bu günü doğum günü götürəriksə, doğum günündə də vəfat etmişdir. Amma birinci gün olması isə, həftənin birinci gün olması isə bu sünnə ilə sabitdir. Rasulullah sallallahu əleyhi və səlləm birinci gün orucu barədə soruşulduqda deyir ki, o gün mənim doğulduğum və o gün mənə vəhiy olunan, yəni vəhyin başlandığı gündür. O ki, qaldı Rasulullah sallallahu əleyhi və səlləm il olaraq hansı ildə doğulması, fil ilində doğulması məsələsi. Bu barədə İmam Tirmizinin sünnəsində Həsən isnadla gəlir ki, Qeys ibn Məxrama radiyallahu anhu deyir ki, mən və Rasulullah sallallahu aleyhi və səlləm hər ikimiz fil ilində doğulmuşuq. O ki, qaldı Rasulullah sallallahu aleyhi və səlləmin Rabiul Əvvəl ayında doğulması. Rabi' sözü nə deməkdir? Bahar deməkdir. Rabi' bahara deyirlər ərəblər. Baharın birinci ayı. Bu ayda doğulmasını niyə görə hikmətlərini şeyx gətirir ki, hansı hikmətləri var? Hikmətlərdən birincisi odur ki, fəsillərin ən ortası, ən adil olanı, ən orta olanı bahar fəslidir. Nə yay qədər isti deyil, nə qış qədər soyuq deyil. Eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləmin şəriəti orta bir şəriətdir. Ən adil bir şəriətdir. Həmçinin Rasulullah sallallahu əleyhi və səlləmin bu ayda doğulmasının hikmətlərindən biri də odur ki, Rabi ayında fəslində, yəni bahar fəslində əsasən nə baş verir? Toxumlar cücərir, bitkilər bitir, yer nəfəs alır. Və bu da bir növ nədir? Burada da bir bənzətmə var ki, necə ki yer öz içində olanları çıxarır, bitkiləri üzə çıxarır, Allahın verdiyi nemətlərə. Eləcə də Peyğəmbər sallallahu əleyhi və səlləmin bahar fəslində doğulması onun qədrinin, onun mənziləsinin yer üzünə çıxması ilə yer üzündə yayılacağını və bütün yer üzünü onun gətirdiyi risalətin əhatə edəcəyinə işarət var. Və bundan sonra şeyx gətirir ki, Rasulullah sallallahu əleyhi və səlləm doğulduğu zaman bəzi əlamətlər baş verib. Təbii ki, burada tarix kitablarında bu əlamətlər barədə çox danışıblar, uzun-uzadı danışıblar. Hətta zəif və uydurma qissələr də gətiriblər. Lakin biz onlardan səhih olanları əsas zikr edəcəyik. Birincisi,
anasından, Resulullah sallallahu aleyhi ve sellemin anasından bir nurun zahir olması ve Şam'daki sarayları ışıklandırması. Resulullah sallallahu aleyhi ve sellemin anasından çıxan bir nurun Şam'dakı sarayları ışıqlandırması. Bu barədə İmam Əhmədin Musnədində gəlir ki, həmçinin İbn Həbbən və Həkim də getirir ki, Həsən isnadla Irbad ibn Səriyə radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən Allah qatında nəbilərin sonuncusu olaraq yazılmışam. Və bu Adəm əleyhissalamın yəni torpaqda olduğundan da öncədir. Yəni Allah məni Peyğəmbərlərin sonuncusu öz lövh-i məhfuzda yazanda Adəm torpaq idi, yəni yaradılmamışdı. Və sizə bunun ən birincisini sizə xəbər verim. Atam İbrahimin duası və qardaşım İsa'nın məni müjdələməsi və anamın gördüyü yuxu ki və məni doğduğu zaman gördüyü bir yuxu ki oradan bir nur çıxır, o nurla Şam saraylarını işıqlandırır. Yəni bunun Şam saraylarını, o nurun işıqlandırmasını Rasulullah sallallahu aleyhi ve sellem bizə xəbər verir ki, bunu anam yuxusunda görür, belə bir şeyin baş verdiyini. Peyğəmbər sallallahu aleyhi ve sellemin də bu şəkildə xəbər verməsi dəlildir ki, bu hadisə olduğu kimi baş vermişdir. Başqa bir hədisdə İmam Həkimin Müstədrəkində rəvayət etdiyi səhih sənədlə Xalid ibn Mə'dən radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələri deyirlər, ya Rasulallah, bizə özün haqqında xəbər ver. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, mən atam İbrahimin duasıyam. Qardaşım İsa'nın müjdəsiyəm. Və anamın gördüyü yuxuyam, o yuxu ki, ondan çıxan nurla bu sırada, yəni Şamda olan, bu sıra məntəqəsində olan sarayların işıqlanmasıdır. Və niyə görə Şamı xüsusiləşdirir? İbn Kəsir rahimehullah buyurur ki, yəni bu işarətdir ki, Şam torpaqları İslam torpaqları olacaq və qiyamətə qədər də İslam torpaqları olmağa davam edəcək. Və məhşər meydanında bilirsiniz ki, Şam torpaqları olacaq. Və haqq əhli yer üzündə bitsə belə Şam torpaqlarında bitməyəcək. Bu barədə Rasulullah sallallahu əleyhi və səlləmin hədisi ki var. Lə təzəv taifətun min ümməti alel haqqi mansurin. Mənim ümmətimdən bir tayfa, haqq yardım olunmuş tayfa var ki, haqq üzərində olacaq. Yardım olunmuş tayfa olacaqlar. Və ya bir ləfsə ki, zahirin alel haqq, haqq üzərində zahir olmuş tayfa olacaq. Lə yadurruhum mən xadələhum. Yardımsız buraxanların onları yardımsız buraxmağı onlara zərər verməyəcək. Və lə mən xaləfəhum. Yaxud da onlara müxalif olanların müxalif olmağı onlara zərər verməyəcək. Həttə yəti əmrullah. Ta ki Allahın əmri gələnə qədər. Və hum alədək. Onlar bu halda davam edəcəklər. İmam Buxarinin ləfzində gəlir ki, Muaz radiyallahu anh deyir ki, və hum bişşəm. Onlar Şamda olacaqlar. Sahabə deyir ki, onlar Şamda olacaqlar. Bu əsas əlamətlərdən, deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm doğulduğu zaman baş verən əlamətlərdən birisi idi ki, anasından çıxan bir nur Şamdakı sarayları işıqlandırdı. Həmçinin səhih olan bir şeylərdən biri də ulduzun, Rasulullah sallallahu əleyhi və səlləm doğulduğu gün bir ulduzun doğmasıdır. Bu barədə İbn İshaq Həsən isnadla rivayət edir ki, sirasında Peyğəmbər sallallahu əleyhi və səlləmin şairi olan Həssən ibn Səbit radiyallahu anhu deyir ki, mən deyir 7-8 yaşlarında hər şeyi dərk edən, həddi buluğa yaxınlaşmış bir yaşda bir uşaq idim. Mədənədə eşitdiyim hər şeyi dərk edirdim. Bir gün deyir, bir Yahudinin bağırdığını gördüm ki, uca səslə Mədinənin, Yəsribin deyir, bir hündür bir yerinə, yaxud bir qalasının üstlərinə çıxaraq bağırdı ki, ey Yahudilər toplusu, bura gəlin. Və bütün Yahudilər həmin onun ətrafına toplaşdılar və dedilər ki, vay olsun sənə, nə olub, bizi niyə çağırırsan? Onlara dedi ki, bu gecə Əhmədin ulduzu doğulur. Bu onun doğulduğu gecədir. Əhmədin ulduzu doğulur. Yəni Yahudilər, Məhdinə Yahudiləri Rasulullah s.ə.v doğulduğu gündən artıq bilirlər ki, o insan doğulub.
və onun təbii ki adını da Əhməd olduğunu, necə ki Quran-ı Kərimdə Allah Təala Əhməd adı ilə də onu zikr edir. Əhməd adı olduğunu bilirdilər. O ki qaldı digər rivayətlərə. Bu barədə ki, bəzi əlamətlər söyləyirlər və bunların heç biri səhih deyil. Məsələn, güya o doğulduğu zaman Kisra sarayının divarları çökür və yaxud onun dirəkləri çökür, yaxud məcusilərin ibadət etdiyi odun həmin gecə sönməsi, Sava gölünün quruması və s. Bunların heç biri səhih deyil və uydurma şeylərlə, yəni biz Peyğəmbər sallallahu aleyhi ve sellem'i tərifləməyə onun ehtiyacı yoxdur. Nə Rasulullah sallallahu aleyhi ve sellem'in buna ehtiyacı yoxdur ki, uydurma şeylər uyduraq. Rasulullah sallallahu aleyhi ve sellem'in həyatı haqqında buna gərək də yoxdur. Və Rasulullah sallallahu aleyhi ve sellem doğulduğu zaman anası Əminə babası Abdülmuttalibə xəbər göndərir, onun doğuşunu xəbər verir və o da buna görə çox sevinir. Və bundan sonra Rasulullah sallallahu aleyhi ve sellemin 7-ci günündə Abdülmuttalib Rasulullah sallallahu aleyhi ve sellemi sünnət elətdirir. Və ərəblərin adəti doğulan uşağın 7-ci günündə ona sünnət etmək idi. Bu barədə İbn Abdülbar İstiyab kitabında gətirir İbn Abbasdan ki, Abdülmuttalib Peyğəmbər sallallahu aleyhi ve selləmi 7-ci günündə sünnət etdirdi və bunun üçün də bir qonaqlıq verdi, insanlara ziyafət verdi. O ki qaldı insanların bəzi sirə kitablarında gələn və bəzi insanların danışması ki, Rasulullah sallallahu aleyhi ve sellem sünnətli olaraq doğulması, bu səhih deyil, hamısı zəifdir və bu hamısı zəif və uydurma rəvayətlərdir. İbn Qeym rahimehullah buyurur ki, bu rivayətlərin heç biri səhih deyil. Necə ki, bunu İbn Cəvzi Mavduat uydurma hədislər kitabında zikr etmişdir. Və bu da hər hansı bir xüsusiyyəyə dəlil deyil. Rasulullah sallallahu aleyhi ve sellemin yəni siz nəyi ispat etmək istəyirsiniz ki, o sünnətli doğulması deyərək. İnsanlar var bugünkü günü Allah Azze ve Celle'nin yaradılışı olaraq sünnətli şəkildə doğulurlar. Məyər onlar da peyğəmbərdirlər. Yəni səhih olan odur ki, ona necə ki İbn Abbas radiyallahu anh deyir, Rasulullah sallallahu aleyhi ve sellemə babası 7-ci günündə sünnət etdirmişdir. O ki qaldı Həkimin Müstədrəkəndə gətirməsi ki, bu barə Peyğəmbər sallallahu aleyhi ve sellem sünnət olunmuş halda doğulması mütəvatirdir. İmam Zəhəbi ona cavab verir ki, bu barədə səhih hədis yoxdur. Necə mütəvatir ola bilər? İmam Zəhəbi Təlxisdə Həkimə rədd edərək cavab verir ki, bu barədə səhih hədis yoxdursa, hədislər olmalıdır ki, bu səhih hədislər çox olmalıdır ki, buna mütəvatir deyək. Bir dənə səhih hədis yoxdur, necə mütəvatir ola bilir? Və Peyğəmbər sallallahu aleyhi ve selləmi həmin günü babası sünnət elətdirir 7-ci günündə və onu Muhammed adı ilə adlandırır. Və bir dənə onun üçün bir qurban kəsir və ziyafət verir. Və Muhammed adı ərəblərin bilmədiyi bir adı idi. Ərəblərin bilmədiyi bir adı idi. Hətta ona Muhammed adı qoyduqda insanlar təəccüb edirlər Qureyşdə ki, ey Abdülmuttalib, sən niyə babalarının öz ailəndə olmuş insanların adını deyil, heç bizim ərəblərin bilmədiyi bir adı öz övladına, öz nəvənə qoydun? Və onlara belə bir cavab verir ki, mən istədim ki, göydə Allah, yerdə də insanlar ona həmd etsin. Onu həmd etsin, onu tərifləsinlər. Muhammed nədir? Həmd olan, təriflənən deməkdir. Bu səbəblərdən biridir. Yəni, adlanmasına bağlı səbəblərdən biridir. Bunu İmam Beyhəqi Dəlail Nübuvvədə gətirir. İkinci bir səbəb də var və onu da Rovdul Ənifdə varid olan səbəbdir. Süheyli gətirir. İmam Süheyli Rovdul Ənif kitabında. O səbəb nədir? 4 nəfər Məkkənin böyüklərindən 4 nəfər səfərə çıxırlar. Şama doğru gedirlər. Abdülmuttalib və 3 nəfər də onunla bərabər olur. Ticarət üçün səfərə çıxırlar.
Və onlar Şama çatdıqları zaman orada bir rahiblə görüşürlər. Bir rahiblə rastlaşırlar. Və rahib onlardan soruşur ki, siz hardansınız? Onlar deyir ki, biz Məkkədənik. Onlara deyir ki, sizin ölkənizdən bir peyğəmbər çıxacaq. Yəni, sizin şəhərinizdən bir peyğəmbər çıxacaq. Bunlar deyir ki, onun adı nədir? Onlar deyir ki, rahib onlara deyir ki, onun adı Muhammeddir. Adı Muhammeddir. Və bunu eşidəndə hamısı təəccüblənir. Çünki Məkkədə o günə qədər Muhammed adlı bir nəfər belə insan yox idi. Heç kəs adlanmamışdı. Və onların dördü də deyir ki, dördü də əhd edir ki, əgər Allah bizə bir övlad bəxş edərsə, adını Muhammed qoyacaq. Bəlkə o peyğəmbər həmin olur, həmin insan olur deyə. Təbii ki, onların üçü biraz gənc olur. Lakin Abdülmuttalib artıq yaşlı idi. Abdülmuttalibin övladı olacaq yaşda deyildi. Və Abdülmuttalib bunu kimə niyyətlənir? Nəvəsi, yəni oğlu Abdullahın oğluna niyyətlənir. Və Rasulullah s.ə.v doğulduğu zaman ona Muhammed adını qoyur. Və eynisi ilə digər üç nəfər Sufyan ibn Məcəşi öz oğluna Muhammed adını qoyur. O ikinci olur və üçüncü şəxs Uheyhə ibn Cəlləh olur. O da oğluna Muhammed adlandırır. Və dördüncüsü Himran ibn Rabia olur. O da oğluna Muhammed adını qoyur. Və bu dörd nəfər Ərəb yarımadasında ilk dəfə ərəblərin içində övladlarına Muhammed adını qoymuş insanlar olur. Lakin Allah Azze ve Celle o şərəfi Muhammed ibn Abdillah ibn Abdülmuttalib ona nəsib edir sallallahu aleyhi və səlləmə. Və bundan sonra şeyx növbəti bir mövzuya keçir. O da Peyğəmbər sallallahu aleyhi və səlləmin süd anasına verilməsi, onun süd əmmə dövrü və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin badiyədə böyüməsi, badiyədə onun başına gələn məşhur sinənin yarılması hadisəsi, o hadisə gəlir və Rasulullah sallallahu aleyhi və səlləmin neçə dəfə sinəsi yarılıb, o məsələyə toxunur şeyx. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləmin anası ilə bərabər Mədinəyə getməsi və yolda anasının vəfat etməsi və bunları da inşallah gələn dərsimizdə zikr edəcək. Allah Azze ve Celle'nin istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, eşidib yaxşısına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik, əşhədə ən la ilahe illə ente, əstəğfiruka və etûbü ileyk.